Sən demə Elxan təzədən Nigarə evlənmək istəyir. Üçüncü dəfə. Heç elə şey olar. Görünür olar da. Sən demə bunlar bir dəfə barışıb ayrılıblar. İndi oğlan təzədən yenə evlənmək istəyir. Bəs qız? Qız razı olmur. Deyir adam nə qədər evlənib boşanar. Camaatdan ayıbdı axı. Bax o. Əkşi, kefini pozma. Lap tutalım bəy tapıldı. Kinonu çəkdiniz, mən gəldim oturdum, Əhməd gəldi oturdu, Bradiyar... Saxla, məni çıx. Yaxşı, səni çıxdım. Hə, tutalım ki, gəldik oturduq zalda. Baxdıq, bu toy olmadı. Bu kinodur. Bax, əsl toyu çəksəz, bu başqa məsələ. Əsl toy da, bilirsiniz də, daşa dilənib. Ya gərək elə indi gedək oturaq İsrafilin elçi daşın üstündə, çıxaq çənə boğaza, ya da gərək bir kişi oğlu tapla ki, götürür bu daşı, vur İsrafilin başına. Sənin işin gücün yoxdur. İş başıma qəhətdir, gədə düşünlə məşğul ol da. İndi Elxan qıza deyir ki, atalar üçdən Mənə bax, sən buraya nə üçün gəlmirsən? Kino çəkməyə? Ya cəmaatın şəxsi məsələləri ilə məşğul olmağa? Bu şəxsi məsələ deyil ki. Bu taledir.